Üzeyir geçmişi, bugünü, hatta geleceği hakkında her şey ekskluziv açıklamaları bize verdi. Üzeyir Mehdizade'nin Star Life'la səmimi söhbəti çox sirlərin üstünü açacaq. Atam mən zəbur dostlarımdan soruşur ki, Üzeyir hardadır? Yaşımdan çox görmüşəm. Üzeyir məşhurluqdan əvvəlki həyatını necə xatırladı? Artıq bilirəm ki, kimdir? Meyxanaçı sevdiyi və sevgisi haqqında nələr danışdı? Sevginin içində hər şey var. Dostluq da var, pul da var, sevgi də var. Sevmişik də. Mahnıları Üzeyiri necə ələ verdi? Üzeyir nəyin peşmançılığını çəkir? Çox fikirləşirəm, amma görürəm ki, mümkün deyil. Meyxanaçı niyə sənətdən getmək istəyir? Biraz çətindir mənim üçün, çəkiləcəm. Az sonra Üzeyir heç yerdə açmadığı sirlərini Star Life-a açdı. Qaçırmayın. Sevgisi yandır Allah, məni Allah, məni Allah, məni çalanlar Allah, məni Allah, məni Allah. Üzeyirlə səmimi söhbətimizi elə insanların səmimiliyinə inanıb inanmaması ilə başladıq. Görəsən meyxanaçının güvəndiyi dağlara qar düşməyib ki? Güvəndiyim dağlara qar yağıb, inandığım hallarda. Tez-tez sorağı xarici ölkələrdən gələn Üzeyrin günə, aya dönməsinin səbəbini soruşmaq istədik. Meyxanaçı isə zarafata saldı. Atam mən zəbur dostlarımdan soruşur ki, Üzeyir hardadır? Görəndə salam deyəsin. Görəsən məşhurluqdan bir neçə il əvvəlki Üzeyirlə indiki Üzeyir arasında hansı fərqlər var? Çoxmu dəyişib gənc ulduz? Dəyişikliklər var, bəli, əlbəttə ki. Hətta biraz həyatı daha geniş gördüm. Yəni mən bu tanınmağımla həyatı daha geniş gördüm. Artıq bilirəm ki, kimdir. Həyatda gündə görmədim mən xoş həyatı, sürmədim Üzeyir və sevgi. Çox oxudun sevgidən. O qədərmi önəmlidir sənin üçün? Sevginin içində hər şey var. Dostluq da var, pul da var, sevgi də var. Yəni hamısı. Ona görə elə sevgini seçərdim. Çünki yəni əsl sevgini də, yəni orada insan nəyisə sevib əldə edir. Yəni hər şey sevgidən asılıdır. Suallarımıza niyə qısa konkret cavab verirsən? Ola bilər səhv eləyə bilərəm. Çox danışsam səhv eləyə bilərəm. Nəyin peşmançılığını çəkirsən? Hamıya inanıram, yəni yaxşıya da inanıram, pisə də inanıram. Çox fikirləşirəm, amma görürəm ki, mümkün deyil. Mən özümü nə qədər də tənbih eləsəm ki, yox, mümkün deyil, bu yaxşıdır. Amma ona heyflənirəm ki, vaxtı ikən görmüşdüm, özümü aldadıram. Sevgidən çox yazıb, çox oxumusan. Xeyirdirmi? Niyə ancaq sevgidən? Sevmişik də. Nə sevgim, nə qəm çəkməş, bundan sonra keyif edəcəm. Özümə söz verirəm, daha heç kəsi sevməyəcəm, daha heç kəsi sevməyəcəm. Alınmayıb deyəndə müəyyən şeylər var, bir də qaçıb tökəcəksən aslında. Nə var ki, varmı, yoxmu da, elə o suala cavab versən bilinir da, var ya yoxdur. Sevgisi yandır Allah, məni Allah, məni Allah. Anlamaq olar, bəli. Bəziləri var mənim başıma gəlib, bəziləri var kimisə başına gəlib deyil. Yəni orada mənə da aid olan var, ola bilər ki, elə bir şey var ki, mənə aidiyyət yox, mənim yaxınlarıma aidiyyət var, yaxınlara aidiyyət var, onun həyatı haqqında yazmışım. Yaxşı, Üzeyir, mahnılarını dinləyib səni anlamağa çalışarıq. İndiki gizlətdin, biz də mahnılarından anlayarıq. Sevgisi yandır Allah, məni Allah, məni Allah. Mənə vaxtımda gələrdim, gözümün yaşını silərdim, daha gəlmə, daha gəlmə. Bu qədər tənqidlərin qarşısında Üzeyir nə zamansa show biznesi tərk edə bilərmi? Tənqidə mən icazə verməsəm, heç kimin haqqı yoxdur ki, mənə tənqid eləsin. Tənqid lazımdır, amma yaxşı mənada da, yəni reklam xatirinə lazım deyil. Amma məsləhət, yəni versələr, qulaq asaram, yaxşı məsləhət olsa götürərəm. Sən demə, bir neçə ildən sonra Üzeyiri daha bu sənətdə görməyəcəyik. Bəs harda görəcəyik? 10 ildən sonra özümü dostlarımla
İnşallah Allah kərimdir. Elə öz həyatımı yaşamaq belə. Fikrimdə tutmamışam ki, mən bu ölənə qədər bu işdə olacağam, yəni açıq etiraf edirəm. Amma bir müddət burada olacağam, sadəcə burada mənim məqsədim var ki, mənə bir şey maraqlıdır ki, xariciləri biz tanıyırıq, amma bizdən heç kimi tanımırlar. Mənim də məqsədim odur. Mən inşallah bunu eləyib çəkiləcəm. Çıkan giden buralardan, apar beni aralardan, kurtar beni yaralardan. Burada inşallah Allah kərimdir uzağı. Mənim fikrimcə 3 ilə, 4 ilə, 5 ilə Allah qoysa bu planlar baş tutar. Çətin çox gedir, çünki biz xəsiyyətimlə də uyğun gəlmir. Biraz çətindir mənim üçün. Xasiyyətindən söz düşmüşkən, özünü təqdim etsən, necə birisən? Sərt, mən bilirəm bunu, özüm yaxşı bilirəm. Çox kaprizli adamım. Yəni, baxır harda, mülayim adamlara mülayim görsənirəm. Elə ki, haqsızlıq olanda mən onu qəbul edəmirəm. Çox şeyə diqqət edirəm və onun çox şeyin də dərinliyinə gedirəm. Buna görə hətta dostlarım da deyir ki, yəni yaxşı şey deyil, sən çox şeyin çox dərinliyinə gəlsən. Çəkim məncə 60 olar. Boyu dəqiq bilmirəm. Boy önemli deyil, Üzeyir. Əsas boyundan böyük işlər görürsən. Bu da sənin dinləyicilərin üçün bəsdir. Səmimi müsahibənə görə isə təşəkkür edirik. İnanırıq ki, pərəstişkarların sənin haqqında bilmədiklərini də bizdən eşitdilər. MK Production təqdim edir. Xatırlayırsınızsa, ötən həftə hədiyyələrimizlə